Mən də etirazımı bildirəndə ki, Rüfət, sən döyüşdə sözünü demiş bir zabitsən də, sən 13 il döyüş bölgələrində olmuşsan da, istehzalı bir cavab verdi ki, dedi ki, atanın qəbrini görmək istəmirsən. Bizim aramızda 5 yaş fərq olub da. Mən 4-cü sinifdə qədər bir yerdə, belə deyək də, bir evin içində böyümüşük. Dövüşü mən 4-ü, Rüfət də 9-u bitirəndən sonra, Rüfət Naxçıvanskiyə girəndən sonra, yəni həftədə bir dəfə görürdük. Hərbiçi olandan sonra həmişə onun məqsədi, bir amalı o idi ki, və torpaqlarımızın azad olmasında həm iştirak eləsin, həm də gedib onu göstərsin. O şəhidlər haqqında, bizim o 92-ci ilin şəhidləri haqqında da məsəl üçün Rüfət danışırdı. O Əliyar Əliyev Qubaddan şəhid var, onu həmişə nümunə gətirirdi. Deyirdi ki, o bizim rayonun fəxridir, yəni onun kimi olmağa da can atırdı. Yəni həqiqətən də Rüfət hər bir hərəkəti ilə, xidmətində, davranışında həmişə yəni vətənə olan sevgisini, millətinə olan bağlılığını həmişə göstərir. Bizə ən çox verdiyi nəsihət dərslərimizi yaxşı oxumağımız olardı, özümüzü tərbiyəli aparmağımız olardı, onun adına layiqli övlad olmağımızı tövsiyə verərdi bizə. Bizi əsasən disiplində böyüdü bu, yəni o hərbi disiplin evdə də olubdu, amma xarakter cəhətdən, yəni hərbidə olan sərtliyi evdə göstərmirdi, yumuşaq bir xarakter alırdı evdə olanda. Yəni çox gözəl bir ata idi. Günün xəbəri, xəbərlə proqramı gedirdi, axşam 8 idi, müharibənin ilk günü idi dəsən, yoxsa ondan qabaq günüdür. Elan verdilər ki, bizim bir polkov leytenantımız şəhid olub. Mən biraz təəccüblü gəldi, Rüfətə dedim ki, nətər yəni zabit polkov leytenant da şəhid olub. Onda güldü Rüfət, dedi ki, nəinki zabiti, general da o müharibədə vuruşmalıdır ki, torpaqlarımız alır. Yəni ki, soyuqqanlı laqeyd oldu. Xəbərlərdə dedilər ki, artıq Murovdağ alındı. Dedi ki, orada mənim nə qardaşlarım getdi. İmeni bu sözü dedi. 27-dən 28-dən keçən gecəni saat 3-də getdilər onlar. Mən artıq yatmışdım, son görüş evdən çıxanda görüşə bilmədim. Rüfət buradan hərbi uçuşdan könüllü olaraq qatılmışdı döyüşlərə. Biz onunla danışdıq, onunla bircə dəfə görüşümüz oldu bizim. Həqiqətən də onun o gözündə o sevinc var idi. İdarə edici, vəzifəli şəxs olmağına baxmayaraq, o öz qrupbası ilə döyüşə girib düşmənin arxasında olublar. Düşmənin arxasından bəri 3 dənə erməni postunu, 3 dənə yüksəkliyi azad ediblər. Tərtər Ağdərə istiqamətində qarşı düşmən postuna hücum vaxtı. Hücum vaxtı düşmənin atdığı minamyot zərbəsi tam yaxınlığına düşmüşdü. Burada bir kəlmə mənə də söz dedi ki, ata, sən arxayın ol ki, mənə arxadan güllə dəyə bilməz. Bir yerdə yeriyirsən, bir qızla atası maraqlı vaxt keçirdir, amma yəni sən onu keçirdə bilməyəcəksən. Amma halbuki nostaljik olaraq yəni sənin yadına gəlir ki, sən atanla bir vaxt belə vaxtlar keçirmişdin. Şəhid övladı olmaq bir tərəfdən indi şəhidin belə deyək də, arxasında qalanlar üçün böyük dərddir. Amma bir tərəfdən də Respublika ərazisində qürurdur, yəni. Keçdiyi yol, qəhrəmanlıq unudulmazdır və bu gün də mən onu görəndə qürurlanıram ki, mənim oğlum belə bir qəhrəman hərbiçi olub. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Ümumiyyətlə, hər kim orada nə əziyyət çəkibsə, Allah onların hamısından razı olsun. Qəhrəmanın övladı olmaq bir fəxirdir mənim üçün və sonuna qədər də bununla fəxr edəcəm. Yəni heç bir zaman buna görə üzülməmişəm. Tək üzüldüyüm şey atasızlıq.